Salam, hər vaxtınız xeyir olsun. Astravel Online Turizm şirkətinin YouTube səhifəsinə xoş gəlmisiniz. İnşallah yola düşürük hava limanına gecə saat 1-ə qalıb 15 dəqiqə 22 aprel. Aprel ayında sizə Antalyanı göstərməyə çalışacağıq. İnşallah Antalyada bir həftə ərzində olacaq və seçilmiş otelləri orada sizə yaxından təqdim etməyə çalışacağıq. Qeyd edirəm ki, şirkətimizdən tur paketləri nəqd və kredit ilə əldə edə bilərsiniz. Nəqd şəkildə standart olaraq 30% ilkin ödənişdir. Turun tarixinə 10 gün qalmışa kimi isə ödənişi tamamlamaq lazımdır. Kredit ilə isə bizdə 3, 6, 9 və 12 ay olmaqla kredit ilə də əldə edə bilərsiniz. Müraciətlərinizi gözləyəcəyik inşallah. Antalyaya çataq, videonun davamı gələcək. Buyur Cavanşir. Eyni zamanda onu da qeyd edeyim ki, evdən çıxanda mütləq şəkildə şəxsiyyət vəsiqənizi və pasportu yoxlamağı unutmayın və baqaj çəkiləni mütləq şəkildə yoxlayın ki, hava limanında sizin üçün heç bir əlavə ödəniş tələb olunmaz. İlk otelimiz Selection Family CD otelidir. 5 ulduzlu oteldir və ailə konseptli bir oteldir. Sırf ailə konseptli bir oteldir. Bu oteldə inşallah sizi daha yaxından tanış edəcəyik. Otelin kifayət qədər sadə resepsiyonu var. Gördüyünüz kimi bugün biraz türklər demiş kalabalıqdır. Çünki 23 Nisan bayram günüdür, uşaqların bayram günüdür. Ona görə biraz kalabalıq var. Resepsiyonu kifayət qədər sadədir. Giriş qaydalarını xatırlatmaq istəyirəm. 14:00 otağa girişdir. Otaqdan çıxış isə 12:00. Yəni siz neçədə gəlməyinizdən asılı olmayaraq siz otelin bütün xidmətlərindən istifadə edə bilirsiniz, amma otağı sizə 14:00-da təhvil verilir və otaqdan çıxış isə 12:00-da. Bu dünya turizm standartlarına görə belə təyin olunub və amma dediyim kimi otelin bütün xidmətlərindən istifadə edə bilirsiniz. Ailə konseptli olmasını buradan da görə bilirik. Yaxından çəksən olmasa. Burada gördüyünüz kimi uşaqlar üçün müxtəlif kuklalar, dekorasiya. Burada gördüyünüz kimi yenə də sırf uşaqlar üçün nəzərdə tutulmuş belə gözəl dekorasiyaları görə bilirik. Yəni sırf ailə konseptli oteldir və resepsiyondan başqa onu da xatırladım ki, burada rezervasiya şöbəsi də var, hansı ki, misal üçün aliakart restoranlarının sifarişlərini rezervasiya şöbəsinə etməlisiniz öncədən mütləq şəkildə. Aliakart restoranlar barədə də birazdan sizə məlumat verəcəyim. Resepsiyondan içəri daxil olan kimi sağ və sol tərəflərdə gözləmə zalı üçün nəzərdə tutulub və burada yəni oturub dinlənə bilərsiniz, öz otağın verilməsini gözləyə bilərsiniz. Və indi birazdan sizə lobi barı da göstərəcəm. Giriş etdikdən sonra sol tərəfdə lobi bar yerləşir və səhər saatlarından gecə saat 12-yə kimi açıq olur. Biz tövsiyə edirik ki, əgər səhər saatlarında siz otelə gəlmişsinizsə, mütləq şəkildə bunu dəyərləndirin. Yəni vaxtınızı boşa sərf etməyin, dincəlin, lobi bardan istifadə edin, hovuza gedin, dənizə gedin ki, yəni sırf vaxtınızı dəyərləndirəsiniz. İstirahətə gələn kimi başlayasınız artıq. Yəni əgər sizdə çox vaxt varsa 14:00 kimi. Gördüyünüz kimi lobi bardır və bugün dediyim kimi girişdə çoxlu girişlər var, belə deyək, müxtəlif ölkələrdən və üstəlik də ki, bayram günüdür, 23 Nisan. Gördüyünüz kimi lobi barımızda Ramazan qardaşımız işləyir. Kolay gəlsin. Kolay gəlsin abi.
Belə, yəni içkilərdən də lobby barda, onu qeyd edeyim ki, içkilərdən premium içkilər çoxsu daxildir. Elə bundan başlayaq ki, misal üçün Chivas, Jack Daniels, Tequila, müxtəlif vodka növləri və s. Yəni demək olar ki, yoxdur, hər şey var. Keçdik otelimizin həyətinə, ana hovuzun hazırda yanındayıq. Oteli xatırladım ki, oteldə bir neçə korpuslar var. Bu əsas ana korpusdur. Hazırda biz ana korpusun həyətində, ana hovuzun yanındayıq. Ən çox hərəkətlilik bu hovuzun ətrafında olur. Yəni animasiya şouları, musiqi, hərəkətlilik bir sözlə bu hovuzun ətrafında olur. Və buradan keçirik. Körpələrimiz üçün hovuz var. Çək zəhmət olmasa. Yəni siz burada istirahət edərkən körpələr də o hovuzda əylənə bilərlər. Sonra körpələr üçün Kids Club. Kids Club neçədən neçəyə kimi açıqdır. Burada hamısı qeyd olunub. Bunu mən indi deməyim düzgün olmaz. Çünki sezonun müxtəlif dönəmlərində bu dəyişə bilər. Yəni burada tanış ola bilərsiniz. Misal üçün hazırda 9:00-dan 19:00-a kimi açıqdır, səhv etmirəmsə. Yenə də dediyim kimi bu dəyişəcək. Kids Club əgər açıqdırsa sizə təqdim edəcəyik içərisini. Xeyr, təəssüf ki, açıq deyil. O görüntüləri də sizinlə paylaşacağıq, əgər mümkün olsa açıb baxacağıq. Və ana hovuzun ətrafında isə 2 ədəd akvapark var, belə də 2 ədəd sürüşkən var. Amma otelin böyük bir akvaparkı var. Onu az sonra sizə təqdim edəcəyik. Amma ana hovuzun yanında akvapark istəyən uşaqlarımız üçün isə balaca da olsa akvapark var. Elə tam ana hovuzun yanında animasiya şoularının keçirdiyi belə bir balaca səhnə var. Burada turistlər, qonaqlar oturur, əyləşirlər və burada isə animasiya şouları, müxtəlif proqramlar, konsertlər, canlı musiqi və s. axşam saatlarında həyata keçirilir. Bayram günlərində xüsusi coşqu ilə olur. Düzdür, bu ailə konseptli oteldir. Burada belə deyək ki, elə güclü bir, çox səs-küylü bir şou proqramlar olmur, amma əylənmək üçün kifayət qədər hər şey var. Kaydırakları bayaq sizə demişdim, ana hovuzun yanında. İndi göstərsin Cavanşir bəy, buyurun. Buradan da sahilə doğru hərəkət edəcəyik və yol boyu olan hər şeyi sizə təqdim edəcəyik. Ana teritoriyadan sahilə doğru hərəkət edirik və yol boyu müxtəlif snack barlar, barlar və alyakart restoranlar var. Onlar sizə bir-bir təqdim edəcək, yolun üstündədir, hamısını göstərəcək. Və onu qeyd edeyim ki, otelin ən böyük üstünlüklərindən biri odur ki, 7-24 saat işləyən alyakart restoran var və tam pulsuzdur və ön rezervasiyasızdır. Burada gördüğünüz kimi darts oynuyorlar. Darts oynuyorlar, çəkə bilərsən. Adını səhv deyə bilərəm, üzüldü sayın. Onu elə xatırlayıram ki, darts deyə keçir o oyunun adı. Belə. Ana teritoriyada yerləşən alyakart restorandayıq. Düzdür ki, bu axşam saatlarında daha belə gözəl görsənir. Çünki buranı bəzəyirlər, səliqəyə salırlar, rezervasiyalara hazırlaşırlar. Amma yəni dedik ki, gündüz görüntüsünü sizə heç kəs yoxkən, heç kimi narahat etmədən göstərək, ön rezervasiya tələb olunur və pulludur. Pullu alyakart restoranlardan biridir, İtalyan alyakart restoranı.
Ödənişi də dediyim kimi, mən sizə təxmini indi üçün ödənişi deyə bilərəm. Hazırda aprel ayıdır, 2026-cı il aprel ayı. Amma dediyim kimi, sezonda bu dəyişə bilər. Ona görə rezervasiya şöbəsindən bunu dəqiqləşdirməniz lazımdır. Hazırda 30 avro təşkil edir bir nəfər. Buradan keçirik. Bu restoranın tam yanında, ana hovuzun yanında yerləşən pool bar, yəni hovuz barı var. Hovuz barı gecə saat, yenə səhər saatlarından gecə saat 12-yə kimi açıq olur və orada da bütün içkilər, yəni spirtli, spirtsiz, kofe və çaylar, hər şey var. Və çox gözəl bir dekorasiyası var. Bu barı xüsusilə mən çox bəyənirəm. Tam hovuz barının yanında isə dondurma verilən bölmə var. Oradan da günün müxtəlif saatlarında dondurma yeyə bilərsiniz. Bura isə snack bardır. Snack bar da günün müxtəlif saatlarında açıq olur. Müxtəlif atışdırmalıqlar burada olur. Misal üçün dönər, hamburgerlər ola bilər, müxtəlif salatlar, atışdırmalıqlar ola bilər və həmçinin dondurma yeri də var. Yenə burada hazırda bağlıdır, yəni bağlı saata biz rast gəlmişik, amma yəni gün ərzində müştərilər buradan istifadə edirlər, qonaqlar buradan yararlanırlar, siz də mütləq yararlanırsınız. Ana hovuzdan sahilə doğru irəlilədikdə qarşımıza belə gözəl bir dekorasiya edilmiş alyakart restoranı çıxır. Sumaq alyakart restoranıdır. Burada türk mətbəxidir. Ön rezervasiya tələb edilir, ödənişlidir. Sonra isə, yəni gündüz vaxtı bilirsiniz, biraz heç nə ifadə etmirmiş kimi görsənə bilər, amma axşam çox qəşəng bəzədilir, dekorasiyalar əlavə olunur və çox gözəl bir atmosferi olur. Bura isə otelin ən önəmli yeridir, belə deyək, çünki 24 saat xidmət göstərir. Tam pulsuzdur, ön rezervasiya tələbi yoxdur. Menyu ilə sifariş edə bilirsiniz. Həm içkilər, həm yeməklər 24 saat burada açıqdır, xidmət göstərirlər. Otelin ən önəmli detallarından biridir. Yəni orada gördüyünüz kimi 21:30 7:00, yəni səhər 7:00. Zaten 7-dən sonra səhər yeməyinə ana restorana gedə bilirsiniz. Sonra 10:30-dan 12:30, 14:30-dan 18:30, 21:30-dan siz 7-yə kimi dediyim kimi səhərə kimi açıqdır. Bu elə 24 saat deməkdir yəni. Bahsetmiştik dün 7-24 olan yer. Evet abi, evet. 7-24 olan yer. 10.30'la 12.30 arasında kahvaltı veriyoruz. Evet. Serpme kahvaltı. Serpme- Menü ilə, bəli. Menü de var. Bəli, Sıcak. bəli, bəli. Kaşarlı omlet, Bəli. karışık. Hamısını bayaq mən Sucuklu. məlumat verdim, amma yenə də indi siz də məlumat verə bilərsiniz. problem yox. Şöyle söyleyeyim, ana restoran ne zaman kapalıysa. Sahilə doğru irəlilədikcə belə gözəl bir meydançanı görürük. Burada müxtəlif belə deyək ki, animasiya proqramları keçirilir. Misal, yəni idman hərəkətləri və s. kimi. Və gördüyünüz kimi qəşəng bir atmosferdə futbol oynayırlar. Bura isə dənizə sıfır alyakart restorandır. Axşamlar alyakart restoran kimi fəaliyyət göstərir. Gündüz isə snack bar və normal bar kimi fəaliyyət göstərir. Yəni ki, həm içkilər, həm də atışdırmalıqlar burada əyləşib gözəl mənzərəyə baxaraq nuş edə bilərsiniz.
çimərlikdə gördüyünüz kimi hər bir şərait var. Əlbəttə ki, yəni burada şezlonqlar, çətirlər və hətta onu da qeyd edeyim ki, burada əngəlli qonaqlar üçün də hər şey düşünülüb. Yəni əlil arabasında olan qonaqlar üçün hər cür şərait var burada. O da otelin üstünlüklərindən biridir və əlbəttə ki, bunu düşünmələri belə çox gözəldir. Burada xırda qumdur, amma sahilə doğru, yəni dənizə doğru getdikcə xırda daşlar da var. Amma kifayət qədər gözəl bir çimərlikdir təbii ki. Estakada da var əslində, pirs deyirik də buna. Pirs də var, yəni sezona tam hazır olacaq. Qeyd edim ki, hazırda apreldir, yəni sezona tam olaraq pirsdə istifadəyə veriləcək. Sizə ana restoranı təqdim edirik. Gündə 3 dəfə burada yeməklər verilir, səhər, günorta və axşam. Və indi sizə biz günorta yeməyini çəkib göstərəcəyik. Əlbəttə ki, hər gün dəyişikliklər ola bilər, yeməklərdə müxtəlif dəyişikliklər ola bilər. Bunu nəzərə almaq lazımdır. Yəni, sırf bu dəqiqə bizim sizə göstərəcəklərimiz siz gələn zaman fərqli ola bilər. Və əlbəttə ki, aprelə nisbətən sezonda daha çox seçimlər olacaq və daha çeşidli yemək çeşidləri görəcəksiniz inşallah. Və onu da qeyd edeyim ki, bu gördüyünüz bu territoriyadan başqa mütləq şəkildə çöldəki terası da yoxlayın. Çünki orada müxtəlif qızartmalar, kabablar və s. izqaralar olur. Mütləq şəkildə onu da həmişə dəyərləndirin. Çox zaman otelə yeni gəldikdə qonaqlar ona fikir vermir, sonradan görürlər. Biz istəyirik ki, bizim müştərilərimiz bunu öncədən bilsinlər. Çöldəki, dediyim terasdakı izqaranı da birazdan çəkib sizə göstərəcək. Hazırda yemək saatı başlamayıb, hələ 20 dəqiqə var. Gördüyünüz kimi hazırlıqlar gedir. Sağ olsunlar, icazə verdilər bizə çəkiliş üçün. Çəkiliş edirik ki, yəni insanlara, qonaqlara mane olmadan çəkilişimizi edirik, sizə təqdim edirik. Bir də onu da qeyd edək ki, otellərdə, Selection Family City otellərdə həmçinin müxtəlif günləri olur. Hansı ki, misal üçün İtalyan günü. İtalyan günündə ona aid belə bir bölmə ayrılırlar. Misal olaraq deyirəm, belə bir bölmə ayrılırlar. Ancaq İtalyan yeməkləri olur orada. Həmçinin misal üçün Çin günü, Çin mətbəxi günü, Yapon mətbəxi günü və s. kimi günlər olur. Onu da nəzərə almaq lazımdır. Bugün 23 Nisan bayram günüdür Türkiyədə. Axşam yeməyində çox güman ki, biz bunu görəcəyik ki, orada Türk mətbəxindən müxtəlif yeməklər mən əminəm ki, olacaq. Axşam yeməyini çəkəndə onu sizə göstərəcək inşallah. Şirniyyat seçimləri gördüyünüz kimi həddən artıq çoxdur və dadlıdır. İndi məncə buradan artıq çıxa bilərik çölə, teras hissəsində çəkək. Orada yəqin ki, artıq pişirməyə başlayıblar. Teras hissəsini sol tərəfdən keçəcək. Burada gördüyünüz kimi çay, kofe və bar fəaliyyət göstərir. Yəni, yemək sırasında da müxtəlif spirtli və spirtsiz içkilər istifadə edə bilərsiniz. Bizim insanların sevdiyi şəkildə burada çay dəmlənilir. Qara və ağ. Armudlu stəkanlarda içə bilirsiniz. Çıxaq terasa.
Buradan keçək. Şəxsən mən teras hissədə oturmağı sevirəm, açıq havada. Qəşəng külək də əsir. Kölgə də var. Yaşıllıqdır buralar. Və gördüyünüz kimi izqaralar hazırlanır. Çöp şiş görürəm orada. Salam, kolay gəlsin abi. Kolay gəlsin. Toyuqdur, səhv eləmirəmsə. Bəli, toyuğa oxşuyur. Çöp şişlər hazırlanır. Yəni dediyim kimi, axşam yeməyində daha fərqli bir çeşidlər olur. Daha çox izqara çeşidləri olur axşam yeməklərində əsasən. Cavanşir bəy, buranı da çək zəhmət olmasa. Buranı da çək. Çünki indi aprel ayıdır dediyim kimi. Sezonda burada da izqara çeşidləri olur. Yəni burada da bişirirlər. İndi yarı sezon deyil deyə, yəni ehtiyac yoxdur da çox bir şeylər bişirməyə. Amma sezonda burada tam olaraq fəaliyyət göstərir. Belə. Selection Family CD otelində ana korpusdan əlavə olaraq göl evləri korpusları var və komfort korpusları var, hansı ki akvaparka daha yaxındır. Göl evləri korpusunu biz sizə göstərəcəyik qısa olaraq və göl evləri korpusunda isə 3 kateqoriya otaqları var. Bu swim up otaqlar, yəni birinci mərtəbədə olan otaqlar, çək zəhmət olmasa. Birinci mərtəbədə olan otaqlar, yəni ki, hovuza birbaşa çıxışlı olan otaqlar var. İkinci və üçüncü mərtəbəli otaqlar var. Yəni ki, burada yəni swim up, standart və family olaraq 3 kateqoriya otaqlar üçün, yəni hərəsinin öz qiyməti var təbii ki, müraciət edə bilərsiniz. Hansında istəsəz, həmin otağı sizin üçün rezervasiya edə bilərik. Onu da qeyd edeyim ki, göl evləri olan korpuslarda özlərinə aid ayrıca bir ana restoranı var, ayrıca bir barı var. Yəni ki, buradan dənizə biraz məsafə var. Amma o demək deyil ki, yəni burada belə deyək də, yəni ki, ana binada olan restorana getməyə ehtiyac qalmır. Əgər istəyirsinizsə, yəni burada qidalana bilərsiniz. Burada da tam eyni şəraitdə yeməklər, içəcəklər və s. var. Yəni ki, ana binanın teritoriyasına, belə deyək ki, sahəsinə getməyə ehtiyac qalmır. Göl evlərinin üstünlüyü ondan ibarətdir ki, bura biraz daha sakit bir ərazidir və dediyim kimi swim up otaqlar ancaq buradadır. Yəni hovuza birbaşa çıxışı olan otaqlar ancaq buradadır. O otaqlardan görüntünü də biz sizə təqdim edəcəyik. Onu da qeyd edim ki, jacuzzi otaqlardır, swim up otaqlar. Yəni bəziləri jacuzzi-lidir, bəziləri isə sadə swim up otaqlardır. Hansı ki, sadəcə yəni hovuza daxil olursunuz. Jacuzzi otaqlar isə hərəsinin öz qiyməti var təbii ki. Yəni ümumiyyətcə otellərdə yəni otaq kateqoriyalarına görə qiymətlər dəyişir. 2 tane banyo var.
Deməli, ana korpusdan əlavə olaraq göl evləri və komfort evlər, belə deyək də, komfort korpusu var. Hansı ki, göl evləri və komfort akvaparka daha yaxındır. Dənizə isə biraz daha uzaqdır. Bu akvaparka gedən yoldur. Yəni göl evlərindən sonra komfort otaqları gəlir, komfort korpusu gəlir və komfort otaqları tam olaraq akvaparkın yanındadır. Yəni akvaparka yaxın otaqlar istəyən müştərilərimiz üçün biz onu tövsiyə edirik ki, yəni o otağı sırf oradan götürək. Göl evlərinin restoran qismini sizə çəkib göstərməyə çalışırıq. Yəni indi hal-hazırda fəaliyyət zamanı deyil. Burada bar hissəsində zəhmət olmasa çək. Yəni burada da eyni qaydada ana binada olan bütün şərait var. Yəni ki, qidalar, içkilər, heç bir fərqlilik yoxdur. Ana binada olan bütün yeməklər və içkilər burada da bulunmaqdadır. Deməli, bura isə gördüyünüz bu ərazi isə komfort korpus sayılır. Komfort korpusda isə akvaparka yaxın otaqlar istəyənlər üçün, istəyən ailələr üçün, ən çox ailələr istəyir. Komfort otaqlardır, korpusdur və komfort otaqların tam arxa tərəfində, belə deyək də, sağ tərəfdə akvaparkdır. Yəni ki, akvaparka yaxın, bəli, akvaparka yaxın otaqlar istəyənlər üçün ən ideal otaqlar buradadır təbii ki. Burada da gördüyünüz kimi balaca bir hovuz var, uşaqlar üçün də hovuz var və yəni ki, piyadalıq məsafədə, 2-3 dəqiqəlik məsafədə akvaparka gedib çıxacağıq. Burada da kateqoriyalar, standart, family və suite olaraq 3 kateqoriya var. Standart otaqlar, family, yəni ailə otaqları və suite otaqlar. Onlardan da bəzilərinin görüntülərini sizə təqdim edəcəyik. Buradan çıxırıq sırf uşaqlar üçün nəzərdə tutulan akvaparka. Sağ tərəfdə isə artıq hamı üçün, həm uşaqlar, həm böyüklər üçün olan akvaparkdır. Sağ tərəfdə. Bəli. Gəl sən sağ tərəf çəkək. Sağ tərəf təqdim edək. Əziz Astravel Online turizm şirkətinin izləyiciləri, nəzərinizə çatdırırıq ki, burada hal-hazırda apreldir. Yəni ki, bunu sezonla müqayisə etmək lazım deyil. Sezonda burada türklər demişəm, bayağı bir hərəkətlilik olur, insanlar çox olur. Yəni ki, aprellə yay sezonunda olan fərqlər çoxdur təbii ki. Yəni kifayət qədər burada sürüşməliklər var, belə deyək. Bura isə gördüyünüz bu ərazi isə Luna Parkdır və Luna Park bu il tam olaraq ödənişsiz nəzərdə tutulub, ödənişsiz. Öncəki illərdə bu ödənişli idi. Luna Park öncəki illərdə ödənişsiz idi. Bu il isə Selection Family-də Luna Parkı uşaqlarımız üçün ödənişsiz edib, tam ödənişsiz. Yəni gecə saatlarında, axşam saatlarından gecə saatlarına kimi fəaliyyət göstərir və tam olaraq ödənişsizdir. Bütün atraksiyonlara zəhmət olmasa çək. Yəni, bunlar hamısı ödənişsizdir. Yəni burada Luna Park ərazisində də bar fəaliyyət göstərir. Luna Park açıq olanda fəaliyyət göstərir. Burada da hər şey ödənişsizdir. İçkilər, alkoqollu, alkoqolsuz və s. hamısı ödənişsiz olaraq fəaliyyət göstərir. Belə bir tematikası var. Uşaqlar üçün maraqlı olur. Zürafələr və s. Bu da otelin önəmli detallarından biridir təbii ki. Yəni hər oteldə Luna Park ödənişsiz olmur. Hər oteldə Luna Parklar ödənişsiz olmur. Bunu nəzərə almaq lazımdır. Bu oteldə isə ödənişsizdir.
Luna Parkın tam yaxınlığında belə bir dondurma verilən bir yer var. Hovuz var. Yəni yaşıllıqdır, otelin arası yaşıllıqdır, çimərlik gözəldir. Ümumiyyətcə oteldə olan şərait, yəni ailə konsepti olan otellərə görə yaxşı səviyyədədir. Orta səviyyəli 5 ulduz otellərə görə yaxşı səviyyədədir. Və qiymət və keyfiyyət baxımından da yaxşıdır. Axşam yeməyi üçün ana restoranı sizlərə təqdim edirik. Yəni həqiqətən çox adam var. Aprel ayı olmasına baxmayaraq, həddən çox adam var maşallah. Gördüyünüz kimi. Axşam yeməyində seçimlər həddən artıq çoxdur. Özünüz də indi görəcəksiniz videolardan. Maşallah həqiqətən seçimlər həddən artıq çoxdur. Yəni ki, hər zövqə uyğun yeməklər var. Və Türk mətbəxində, yəni bizim insanlarımızın damaq dadına uyğun hər cür təamlar var. Kolay gəlsin abi, kolay gəlsin. Mutlaka paylaşacağız. Belə bir çək hamısını. Balıq yeməkləri, müxtəlif tərəvəzlər və s. Yəni ət yeməkləri, xəmir yeməkləri və s. Bütün salatlar, şirniyyatlar. Yəni demək olar ki, yəni hər zövqə uyğun bütün təamlar var. Salatları falan zəhmət olmasa. Радик, только пицца это пиво. Hər cür salatlar, içki içən insanlar üçün həddən artıq çox seçim var həqiqətən. Yəni ki, belə deyək də, zakuska üçün, məzə üçün hər şey var. Tutmalardan tutmuş, salatlara kimi hər şey mövcuddur. Fast food təamları və s. Gördüyünüz kimi burada tantuni verilir, şirniyyatlar, soyuq məzələr və s. Hər bir təamlar nəzərdə tutulub. Çöl hissəsində çəkəcəyik. Günorta yeməndə sizə təqdim etmişdik çöl hissəsini. Amma indi axşam yeməyi ilə günorta yeməyində olan fərqi görəcəksiniz. Axşam yeməklərində daha çox, belə deyək ki, çeşidlər olur, hərəkətlilik olur və axşam yeməyində daha çox çeşidlər olur. Sol tərəfi zəhmət olunuz çək, İtalyan mətbəxi. Aha. Belə. Burada sol tərəfdə nəsə maraqlı bir şeylər hazırlayıblar. Baxaq, sol tərəfə. Burada tutmalar, duzlu tutmalar və s. var. Sol tərəfdə çox maraqlı bir şeylər var. Deməli, burada nədir? İç pilav. Pulovla nəsə quzuya oxşur bu, düzün desəm. Tam anlaya bilmədim. Hə. Növbədir gördüyünüz kimi. Şirniyyatlar tərəfdə çəkək, Cavanşir. Tamam. Meyvələr, şirniyyatlar. Həddən artıq çox şirniyyat növü var bu oteldə. Hər zövqə uyğun. Aprel ayı olmasına rağmen, Türklər demişkən, həddən artıq çox insan var maşallah. Yəni bu da otelin keyfiyyətini göstərən amillərdən biridir. Yəni, bir çox
yüzlərlə, minlərlə insanın seçimidir bu otel. Məncə artıq terasa çıxaq, terasa. Sol tərəfdən terasa çıxaq. Axşam yeməyi zamanı da bardan istədiyiniz alkoqollu və alkoqolsuz içkiləri əldə edə bilərsiniz. Özünüz üçün məzələri, belə deyək də, zakuskaları və s. götürürsünüz, əyləşirsiniz, içkilərinizi götürürsünüz və axşam yeməyinin ləzzətini çıxarırsınız. O Çinli turistimiz idi. Terasda gördüyünüz kimi bayağı hərəkətliliyi var. Həqiqətən, axşam yeməyində biraz daha çox adam olur və seçimlərdə daha çox olur. Terasda da gördüyünüz kimi növbədir. Çünki daha ləzzətli, daha çox çeşidli izqaralar, qızartma yeməklər və s. var. Maşallah, bəh. İyisi də vurur. Dönəri çəkdin? Əla. Maşallah. Növbəyə bax, növbəyə. Nə qədər adam var. Ay, get qırağıda oyna kişi. Saxla da, stop. Səsin düşdü, İsmail bura. Evet, oradan önce bitirmək olar. Bu bizim Çinli turistimizdir. Sən görəndə dedim ki, Çinli turistimiz. Sana. Doctor, I was in love with you. I told the witch doctor I was in love with you. And then the witch doctor, he told me what to do. He told me Selection Family City Otelinin təqdimatını, videonu sonlandırırıq Bakıdakı ofisimizdə. Ümid edirəm ki, sizin üçün faydalı olar bu video. Otel seçimində və turizm şirkəti seçimində ən vacib məsələ. Aşağıda şirkət nömrələrini qeyd edirik. Bizimlə mütləq şəkildə əlaqə saxlaya bilərsiniz. Köməklik göstərəcəyik. Ümid edirəm ki, bu sizin üçün faydalı bir video olacaq. Təşəkkür edirik.